Müəllimlər, inflyasiyaya aid belə bir məsələmiz var, izahına baxaq. İllik inflyasiyanın 80% olduğu ölkədə əhalinin maaşı 6 aydan bir 20% artırılır. Buna görə ilin sonu əhalinin alıcılıq qabiliyyəti necə dəyişər? Biz bilirik ki, inflyasiya nə deməkdir? Ərzağın və yaxud da hansısa bir alacağımız əşyanın qiymətinin qalxmasıdır. İllik inflyasiyanın 80% olduğu ölkə deyirsə, deməli biz buradan belə başa düşürük ki, həmin ölkədə tutalım ki, ərzaq alırıqsa, ərzağın qiyməti ilin sonu 80% qalxır. Gəlin biz necə həll eləyək bu inflyasiya məsələsini? Alıcı tutaq ki 100 manat maaş alır. Alacağı ərzağın qiyməti də 10 manatdır. Biz birinci alıcının alıcılıq qabiliyyətini tapmalıyıq. Alıcılıq qabiliyyəti nə deməkdir? Alıcı 10 manatlıq ərzaqdan 100 manatlıq maaşla neçə dənə ala bilər? Alıcılıq qabiliyyəti bərabərdir. 100 manatı bölürük 10-a. Olur 10 ədəd. Bu bizim alıcılıq qabiliyyətimiz sayılır. Yəni, ərzaq əgər alacağımız bir əşya və yaxud da ərzaq 10 manatdırsa və maaşım da 100-dürsə, mən həmin o 100 manatlıq maaşla, həmin o 10 manatlıq ərzaqdan neçə dənə ala bilirəm? Bax, bu bizə alıcılıq qabiliyyətini verir. Böldük, gördük ki, 10 dənə almaq olur. Deməli, ilin əvvəlində alıcılıq qabiliyyəti 10 ədəddir. Ümumiyyətlə 10-dur. Sonra deyir ki, həmin ölkədə əhalinin maaşı 6 aydan bir 20% artır. İndi təsəvvür edin, 6 ay keçdi. Hələ ərzağın qiyməti qalxmayıb, çünki ərzağın qiyməti ilin sonunda qalxır. 6 ay keçdi, ərzaq həminki qiymətdir, amma maaş 20% artdı. Alıcı 100 manat maaş alırdısa, indi 100-ün 20% artımını alır. Yəni 100-ün 120% qədər maaş alır. Oldu 120 manat. Yenə o ərzağın 10 manatdan alacaq. Növbəti 6 ayda gəldi. Yenə alıcının maaşı 20% artdı. 120 alırdı. 20% artsa yenə 120-nin 120%. Bu etdi 144 manat. Deməli artıq alıcı 144 manat maaş alır. Amma ölkədə inflyasiya baş verdi. Yəni ərzağın qiyməti 80% bahalaşdı. 10 manat idi. İndi ərzağın qiyməti 80% bahalaşdı. Yəni mən onun 180%-ni tapmalıyam. Bu da edəcək 18 manat. Deməli artıq ilin sonunda maaş 144 manatdır. Ərzaq 18 manatdır. Bəs ilin sonu alıcının alıcılıq qabiliyyəti nə qədərdir? Yəni alıcı və yaxud da mən 18 manatlıq ərzaqdan maaşım da 144 manatdır. Nə qədər, neçə dənə ala bilərəm? 144-ü bölürəm 18-ə. Bu da edir 8. 8 ədəd. Deməli, ilin sonu üçün alıcılıq qabiliyyəti 8 ədəddir. Əvvəla, baxırıq ki, ilin əvvəlində alıcılıq qabiliyyəti 10 idi. İlin sonunda alıcılıq qabiliyyəti 8-dir. Deməli, milyon faiz ki, alıcılıq qabiliyyəti düşüb aşağı. Əvvəldən mən həmin ərzaqdan 100 manatlıq maaşla 10 dənə ala bilirdim. İndi həmin ərzaqdan 144 manatlıq lap maaşım qalxsa belə 144 manatlıq maaşla 8 dənə ala bilirəm. Yaxşı, faiz olaraq bəs neçə faiz dəyişdi alıcılıq qabiliyyətim? 10 manat və yaxud da 10 dənə alanda bu mənim üçün 100% idisə, ilin sonu 8 dənə alıramsa, bu mənim üçün x faizdir. 10x bərabərdir 800-ə, x bərabərdir 80-ə. Deməli, 10 ədəd aldıqda, üzr istəyirəm, 10 ədəd aldıqda 100% oldu. 8 ədəd aldıqda isə 80% oldu. Nə qədər dəyişdi alıcılıq qabiliyyəti? 20% azaldı.